İzləyicimizin bu sualını öz fikirlərim və öz baxış bucağım altında cavablandırmağa çalışacağam. Belə ki, əvvəla BMI-dən başlayaq. Bu, bədən kütlə indeksidir. Bədən kütlə indeksi bizə nə qədər kök olduğumuz haqqında ümumi bir məlumat verir. Və bu indeksi hesablamaq üçün mövcud çəkimizi boyumuzun kvadratına bölürük. Məsələn, çəkiniz tutaq ki 80 kilodur və boyunuz da 1.80-dirsə, bu zaman 80-i bölürsünüz 1.8-in kvadratına və alınan cavaba əsasən dəyərləndirmə aparılır. Əgər alınan bu cavab 18.5-dən aşağıdırsa, siz az çəkili bir insan hesab olunursunuz, hansı ki bu adətən normal görülmür. Daha sonra isə 18.5-dən 24.9-a qədər bir aralıqda cavab çıxarsa, siz deməli normal çəkili insansınız. 25-dən 29.9-a qədər çıxarsa, siz artıq çəkilisiniz. 30-dan